Abşeronun Masazır kəndində evə qonaq gələcəyi xəbəri ailədə söz-söhbətə səbəb olub. Məlumata görə 31 yaşlı Tamerlan evində həyat yoldaşı Telli ilə mübahisə edib. Mübahisəyə səbəb Tellinin qohumunun onlara qonaq gəlmək istəməsi olub. Belə ki, Tamerlan həyat yoldaşının qohumunun onlara qonaq gəlməsini istəməyib. Bu zaman qadın ərinin etirazına kobud cavab verib. Nəticədə aralarında yaranan narazılıq mübahisəyə çevrilib. Mübahisə zamanı Tamerlan əsəbləşərək həyat yoldaşının üzərinə hücum edib. O, qadının bədəninin müxtəlif nahiyələrinə əl, yumruq və təpi ilə ardıcıl zərbələr endirərək onu müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı Tamerlan barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. Abşeron rayon məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıb. Zərər çəkmiş qadın da ərinə qarşı şikayətini geri götürərək onu bağışlayıb. Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Tamerlan barəsində aparılan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.